Nərimanov rayon İcra Hakimiyyətinin və YAP Nərimanov təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun rəhbərliyi, millət vəkilləri, politoloqlar, incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbubullayev Azərbaycanın bugün dünyada gedən proseslərdə regionun və dünyanın yeni iqtisadi siyasi arxitekturasının formalaşmasında fəal iştirak etdiyini, bütün bu uğurların kökündə isə şəxsiyyət faktorunun dayandığını bildirib. Ölkəmiz dünyanın siyasi iqtisadi arxitekturasının formalaşmasında fəal iştirak edir. Bu böyük tarixi nailiyyətdir. Biz bu nailiyyətlə qürur duyuruq. Və bu nailiyyətin kökündə pragmatik siyasət, möhtərəm cənab prezidentin şəxsiyyətinin miqyası və onun xarizması dayanır. YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Azərbaycanın qələbəsi təkcə hərbi deyil, eyni zamanda iqtisadiyyatın, səmərəli dövlət idarəçiliyinin, cəmiyyətin sıx birliyinin nəticəsi idi. Bugünkü günlə bağlı başda cənab prezidentimiz, Ali Başkomandan cənab İlham Əliyevə borcluyuq. Azərbaycanın yeni yetişmiş evladlarına, yeni nəslə borcluyuq. Natiqlər çıxışlarında qeyd ediblər ki, Vətən müharibəsində əldə olunan böyük zəfər təməli Ulu Öndər tərəfindən qoyulan yolu Prezident İlham Əliyev tərəfindən böyük qürur və uğurlu davam etdirməsinin nəticəsidir ki, tarixi ədalət bərpa olunub və torpaqlarımız işğaldan azad edilib. Ali Başkomandanım, yaşa, var ol, 100 yaşa. Saldığın zəfər yolu tamaşadır, tamaşa. Tədbir tanınmış incəsənət xadimlərinin musiqili ifaları ilə davam edib.